Əgər deyilsə ki, zaten Allah yoxdur, biz sadəcə Allah inancını məsxərə edirik, onda deyilər ki, bu məsxərə özü məsxərəyə layiqdir. Məsələn, mən oturub Azərbaycan xalq nağılları kitablarından birini götürüb orada div, pəri, təpəgöz, simurq quşu, əjdaha və s. kimi şeyləri tənqid etsəm, bunu məndə irad bildirərlər ki, sənin ağlında problem mi var? Mövcud olmayan şeyin nəyini müzakirə edirsən? Əgər sən Allahı sorğulamaq istəyirsənsə, deməli sən zahirdə mən Allaha inanmıram desən də içində bu məsələni həll etmək istəyi var. İnanc var. Videoda gördüyünüz şəxs Fərid Abdullahdır. Fəridin iddiasına görə əslində nağıllardakı personajları tənqid eləməklə Tanrını tənqid eləmək eyni dərəcədə qeyri-ciddiyyətə malikdir. Yəni, mən Tanrı inancını sorğuluyuramsa, demək ki, içimdə ona qarşı bir inanc mövcuddur. Amma Fərid bəyin unutduğu bir məsələ var ki, Tanrı anlayışı ilə nağıllardakı personajların bizim sosial həyatımıza və həmçinin ümumi düşüncələrimizə təsiri arasında yerlə göy qədər fərq var. Yəni, Tanrıya inanc və yaxud da dini kitablara inancın insanların sosial həyatında, yəni səhər yuxudan durandan axşam yatana qədər həyatlarının hər bir hissəsinə təsir etdiyi üçün bu inanc anlayışları haqqında müzakirə etmək və həqiqəti ortaya çıxarmaq üçün videolar çəkmək, kitablar yazmaq daha normaldır. Çünki heç kim Məlikməmmədin nağılına görə gedib hər hansısa bir şəxsin şəxsi həyatına qarışmır və yaxud da Məlikməmmədə görə, cırtdana görə müharibələr başlatmır. Məhz bu təhlükələr, bu problemlər dini anlayışlar üzərində ortaya çıxdığı üçün dinin, Tanrının varlığı sorğulamaq, həmin cizgi filmi personajlarını sorğulamaqla eyni şəkildə görülməyin özü elə bir məsxərə nümunəsidir.